Doktor, xəyanətlə bağlı bizə çoxlu suallar gəlir. Bu barədə öz fikirlərinizi deyə bilərsiniz. Xəyanətlə bağlı gələn suallar, xəyanəti bağışlamaq olarmı? Hər halda bu suallardır. Bu mövzu ətrafında bir çox videolarım var. Hər zaman da demişəm, deyəcəm. İnsanlar səhv edirlər. Təbii ki, insanlar səhv etmədən düzün yolunu tapa bilmirlər. Lakin əgər ki, həyat yoldaşınız sizə xəyanət edib və siz bunun şahid olmusunuz və yaxud da bunu aşkar etmişsiniz hər hansı bir yolla, bunun üzərində bir ailə dağılırsa, təbii ki, bunu məsləhət görə bilərəm ki, əgər insan etdiyi səhvin fərqindədirsə, etdiyi ilk səhvdirsə bu və sizdən onu telafi etmək üçün hər bir şey edirsə, bunu bağışlanılması üçün əlindən gələn hər bir şey edirsə, mənim fikrim odur ki, bu insana ikinci şansı vermək olar. Əks halda insan öz etdiyi səhvin üstünə basaraq, bunu etmişəm, yaxşı etmişəm, əcəb etmişəm, fikrim budur, qərarım budur, necə istəyirsən anla deyib üstünə gəlirsə, bu halda nəinki ikinci şans, heç belə bir dəqiqə də ona imkan vermək lazım deyil ki, hətta sözünü bitirsin. Elə oradaca nöqtəni qoymalısınız. Yəni, münasibəti bitirməlisiniz təbii ki, amma ikinci şansı da verə bilərsiniz dediyim hallarda. Bu qədər. Hətta ikinci şans verildikdən sonra evliliyə, onu da deyim, qeyd etmək istəyirəm ki, ikinci şans verildikdən sonra həyatınız daha da gözəl ola bilər. Məsələ, daha yeni bir şeyin başlanğıcı ola bilər, yeni duyğular yarana bilər. Əvvəlkindən daha gözəl münasibətlə həyatınıza davam edə bilərsiniz.